Hər birinizə salam. Bugün 8 noyabr Zəfər gününə həsr olunmuş Bir millətəm tarix yazan adlı viktorinamızın görüntüləri ilə sizlərin qarşısındayım. Əvvəlcə dövlət himnimiz səsləndirildi. Sonra isə şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edildi. Zəfər günü ilə bağlı videoçarx təqdim edildikdən sonra tədbirin əsas hissəsi olan viktorinaya keçid etdik. Komandalar özləri haqqında məlumat verdikdən sonra masa ətrafında yerlərini tutdular. Daha sonra komandalara veriləcək sualları sırayla səsləndirdik. Komanda iştirakçıları suallara şifahi və ya yazılı şəkildə cavab verdilər. Eyni zamanda planşet vasitəsilə də müəyyən məntəqələri tapmağa çalışdılar. Viktorinada yalnız 2 komandaya yox, münsiflər heyətinə də müxtəlif suallar verildi. İşğaldan tamamilə azad edilmiş Qarabağda idman tədbirləri keçirildi. 2023-cü ilin dekabr ayının 21-də bərpa edilmiş və yenidən qurulmuş Xankəndi stadionunda Qarabağ və Moil Mərkəzi Ordu İdman Klubu komandalarının iştirakı ilə futbol üzrə Azərbaycan futbolunun 8-də 1 turnuvası keçirildi. Topa ilk zərbəni kimi Sizce ilk zərbənin vurmaq gücü kimdə olar? Yani bu simbolik bir hadiseydi aslında. Yani belə prosesler simbolik olur. Onu göstərir ki, Cənab Prezident həm Qarabağı sevir, həm futbolu sevir, həm də ki, ümumiyyətlə təbii ki, bu da idmanın qayğının nidəti nəticəsidir. Bəli, cavab tamamilə Viktorina başa çatdıqdan sonra iştirakçılar və tədbir aparıcılar təltif olundu.